Axşamın xeyir olsun bir daha Zami. Axşamın xeyir olsun qardaş, Ceyhun müəllim. Demək, biz səninlə birlikdə, səninlə deyəndə həmçinin Rəşad da var. Rəşad qardaş da bizlə təlimdə oldu, master təlimində. Düzdür, ondan addelini alacam. Podkast videomuz olacaq. Amma çox istəyərdim ki, sən də bu təlim haqqında biraz öz fikirləri ver, düşüncələri ver, tam şəffaf şəkildə nöqtəsinə ver günə qədər. Yəni belə deyək də, göydə Allah yerdə biz. Yəni nə varsa şişirdilmədən olduğu kimi izah eləsən, çox yaxşı olardı ki, bilirəm ki, bizdən sonra, yəni sizdən sonra yenə də bu təlimi keçmək istəyib, lakin tərəddüd edən dostlarımız var. Yəni bu videonu biz onlar üçün çəkirik. Ümumiyyətlə, təlimdən sənin fikirlərin necədir? Yəni təlim sənə nə bəxş elədi? Ümumiyyətlə belə deyək, peşmansan bu təlimi keçməyə, yoxsa peşman deyilsən? Zəhmət olmasa biraz öz fikirlərini paylaşardın bizimlə. Buyur, sənə eşidirik. Təlimə özü də yaxşı bilirsiniz ki, təlimə başlamamışdan qabaq mən demişdim də, bu trade haqqında ilkin belə deyək, bilgilərim var idi onsuz da. Ona görə mən ilkin təlim keçmədim, master təlimi, dedim ki, master istəyirəm. Yəni, sizi tanıyana qədər də, belə deyək, Salamə Şeyrana qədər YouTube-dan, oradan, buradan təlim haqqında, belə deyək, trade haqqında bir çox şeylər oxumuşdum, öyrənmişdim. Amma qarışıq bilgilər də demişdim zaten ki, məndə standart bir bilgi yoxdur ki, o bilgi üzrə gedim. Mənə də lazımdır ki, elə bir istiqamət, elə bir yön olsun ki, onu tutum, belə deyək, onunla da gedim. Zaten trade sektorunda, trade sayəsində 100% də elə bir stratejiya yoxdur. Çox stratejiyalar var, hamımız bilir, amma heç bir strateji 100% deyil. Amma mənə lazım ki, elə bir standart bilgi olsun ki, təkcə stratejiya yox da, belə deyək, kassanın idarəsi, psixoloji və digər məsələlərdə özümə bir yol tapım, o yoldan gedim. Yəni, şükür olsun ki, bu yol tapdım, həqiqətən Allah səndən razı olsun. Yəni, həqiqətən, yəni, çox razıyam bu, belə deyək, aldığım təlimdən. İstər öyrəndiyimiz stratejiyalar olsun. Yəni, bir strateji deyil də, bir neçəsini bir yerdə kombinə edib biz əməliyyata giriş edirik. Ondan sonra kassanın düzgün idarə olunması deyim. Yəni, riski necə etməlisən ki, sən? Yəni, stratejiyan ola bilər, win rate yüksək ola bilər, amma sən kassanı da elə düzgün idarə etməlisən ki, sən sonunda zərərlə çıxmayasan da, belə deyil, xeyirlə bağlamış olasan. Günün sonunda deyim, və yaxud da ki, ayın sonunda deyim. Sonunda da psixoloji olaraq da özünü bu işə elə hazır etməlisən ki, yəni, sən bu işi düzgün nizam-intizamla, qaydasına apararsan. Mən həqiqətən təlimi bitirdi, yəni bu ayın sonuna kimi də belə bitdi. Çox razıyam, həm səndən razıyam, həm öyrətdiyim dərslərdən razıyam. İnşallah bir dənə yerdə qalan bundan sonra qalır bizə ki, bu öyrəndiyimiz işi, yəni belə deyək də, davam etdirə bilir. Yəni, hər bir işdə istəyir, 11 il məktəbə gedirik, sonra 4 il ali məktəb oxuyuruq. Hər bir işdə bu nəzəri biliyi müəllim bizə verir, öyrədir. Ondan sonra artıq o bizim peşəmizə çevrilirsə əgər, o peşəni gələ biz praktikadan, təcrübədən çoxluca keçirdək ki, onu biz artıq, necə deyim, onunla bir pul qazanmaq olsun və yaxud da ki, necə deyim, peşəyə çevirməkdə, onu artıq bizdən asılı məsələdir. İnşallah bundan sonraki mərhələlərdə özümüz praktikadan çox edərik ki, artıq bu işdən biz, belə də, ali məqsədimiz pul qazanmaqdır da, belə deyək, hər bir işdə olduğu kimi. Yəni, biz bu işi pul qazanmaq üçün öyrənmişik də, başqa nə ad verir, nə etmilir. Biz bu da yerdə qalanı bizdən asılıdır ki, yəni bizə verdiklərini, öyrətdiklərini biz artıq praktikadan o qədər keçirməliyik ki, artıq biz real balansla başlayanda, çünki özünüz də yaxşı bilirsiniz ki, yəni bir iş öyrəndən sonra biz demoda işləyirik, demoda rahatdır. Bilirsən ki, yəni öz pulun deyil də, açırsan əməliyyat, amma real balansa keçəndə elə olmur. Artıq psixologiyamızda ona hazırlamalıyıq ki, və çoxlu təzribələr etməliyik ki, belə deyib, çoxlu datalar çıxartmalıyıq, bəli. Datalar çıxartmalıyıq ki, biz artıq o real balansda biz o kassanı düzgün idarə eləməliyik. Həm birinci kassanı qorumaq bacarmalıyıq. İkincisi də həmin kassanı yavaş-yavaş hissəsi böyütməyi də bacarmalıyıq. İnşallah məncə elə bu bilgilərdən öhdəsindən gələcək Allahın izni ilə. İnşallah. Zamin, sənə belə bir sual vermək istəyirəm. Bu sualı hətta bir nəfər bu yaxınlarda mənim YouTube kanalıma yazmışdı. Demək, adam düzdür, biraz tərəddüdlə yazmışdı. Necə yazmış? Sualı belə idi ki, deyir, biz filan tələbə qutardı da təlimi, düzdürmü? Göstərsin də, deyir, indi qazandığı pulları göstərsin. Deyir, əgər təlim yaxşıdırsa, qazandığı pulu təlimdən sonra göstərsin. Yəni, sən bu fikirlə necə razı olarsan? Yəni, belə deyim, bax, sən hal-hazırda ümumi sənlə neçə gün müddət biz təlim keçdik ortalama? 25 gün çəkdik. Yəni, 25 günün təlimi keçəndən sonra bir insan, bir tələbə növbəti aylardan tap-batıra pul qazana bilər.
Valla hər bir insanın belə deyil ya, bu trade sektorundan danışıram da mən. Baxış açısı fərqlidir də. Yəni mən əvvəl bu təlimə də belə deyim, başlamamışdan qabaq ancaq necə deyim, bəzi sual verənlər üçün pul qazanmağı fikirləşirdim ki, nə vaxt oturacam, düyməni basacam, pul gələcək. İndi bu Pullar dəqiqə yağacaq. hansı fikrimi sorsanız, bu dəqiqə pul qazanmağı mən düşünmürəm hələ ki. Çünki mən düşünürəm bazara ən azından bir qrafik açıb baxanda belə də, yəni əvvəllər mən ekranda indikatorlar dolu olurdu. Ortada da bir şey yox idi. İndi bazarı heç nə sadə bir formada qrafiki ən azından Yapon şambarın açıb baxanda bir bazarda ən azından yön təyin edə bilirəm. Bu mənim üçün hələ ki, yəni mənə belə deyim də, sadə dedim, bəs eləyir. Yəni bu dəqiqə pul, ən azından bazarı bu günlərim analiz etməyi bacarıramsa, sabahsı gün artıq hissə-hissə, ən azından bir müddət demoda işləyəcəm. Ondan sonra artıq real. Yəni mən bu dəqiqə açığı deyim, düzdür. Strategiyanı öyrətmisiniz, kassa idarəsini öyrətmisiniz. Yəni hər şey hazırdır o heç. Amma yəni pul qazanmaq o qədər də rahat deyil də mənə görə. Hə, bu gün təlim keçdim, sabahdan pul qazanacam. Mənə görə biraz absurddur o məsələ. Hələ onun üçün biraz praktika lazımdır. Adi mən o misalı həmişə çəkirəm. Biz adicə məsəl üçün müəllim sənəti deyim, yaxud mən özüm belə deyək, hər bir sahəsində çalışıram. Birdən-birə gəlib bugünkü gün 1000 manat, 1500 manat maaş alıram ki, bunun üçün mən 11 il məktəbə əziyyət çəkib hazırlıqlara getmişəm, məktəbdə müəllim yanına getmişəm, nəsə öyrənmişəm, tədris fənlərdə belə deyək. Ondan sonra 4 il ali hərbi məktəbini oxumuşam bunun. Ondan sonra da belə deyək, rütbələr də belə ardıcılıq. Yəni birdən-birə olmuyor da, heç bir iş birdən-birə olmur da. Özünüz də yaxşı bilirsiniz. Siz də bəlkə də başqa hansısa bir sahədə çalışırsınız. Heç bir iş günü dünən öyrəndim, 10 gün bundan əvvəl öyrəndim və yaxud bir ay öyrəndim, sabahda pul qazanacam deyə bir anlayış yoxdur. Bunun üçün sən Əlbəttə ki, əlbəttə. Elə bax, mən onun söz və qüvvət, sənin söz və qüvvət, sənin söz və qüvvət. Bax, mən elə onu deyəcəkdim, sən qəşəng vurğuladın. Adicə bir həkim olmaq üçün, dediyim kimi 11 il sən məktəb oxuyursan, hələ ondan sonra 4 il bakalavr, hələ onun doktoranturası vardı, həkimliyi hələm oxuyub qurtarmaq olmur. Sonda hələ sən bir 500 manat maaşla başlayırsan. Onda belə çıxır ki, hər universiteti bitirən tələbə, fərqi yoxdur hansı ixtisasın sahibi olur olsun, bitirən kimi naxırda iş tapıb 2000-lik, 3000 maaş almalıdır. Yəni bu absurd bir məsələdir axı. Sən hələ, bax, bu trading sahəsindən söhbət gedir. Mən bugünkü gündə işin düzgün cəmini sizə öyrətdim, düzdürmü? Yəni sən artıq bilirsən ki, açırsan qrafiki, bilirsən harda lonqlamaq lazımdır, harda şortlamaq lazımdır, harda dayanmaq lazımdır, düzdürmü? Bunları artıq bilirsən və sənin bu bir ay içində mən sənə bütün alətləri vermişəm və hər şeyi də sənə göstərmişəm tam şəffaf şəkildə, düzdürmü? Və sənin artıq bundan sonra, zaten sənin aldığın əməliyyatlar da görürəm, maşallah yaxşıdır. Amma bundan da yaxşı olmağın üçün sən gərək çoxlu praktika eləyəsən, çoxlu çalışasan. Yəni dediyim kimi, bir həkim düşün, ilk işinə girir, 18 il oxuyub, məsələn, lap 10 il oxuyub bu. İlk maaşı 500 manat olur. Birdən-birə gətirib ona 2000, 3000 maaş vermirlər ki, və yaxud da birdən-birə demirlər ki, gələ bıçağı get xəstəni doğra girən əməliyyatını elə girən. Bala-bala da yavaş-yavaş, yəni istənilən tək trading sahəsi olmasın, digər başqa bir ixtisaslar, başqa bir sahələr olsun. Sən yüksəlmək istəyirsənsə, sən öz üzərində birinci növbədə işi öyrənməlisən. İşi öyrənmək üçün nə etmək lazımdır? Çoxlu praktika eləmək lazımdır. Bayaq dediyim kimi, çoxlu data çıxartmaq lazımdır. Zaten sən gücünü bugünkü gündə sırf işi öyrənməyə versən, tamamilə məlum məsələdir. Hamımız bura pul qazanmaq üçün gəlmişik. Heç kim bura oyun oynamağa və yaxud hobi kimi gəlməyib. Zaten bura kimsə elə belə gəlibsən, görmüsən də, mən elə belə başımı qatıram. Yəni o insanlar burada sağ qalmır. Mümkünatı yoxdur. Əvvəl-axır bezib gedirlər. Amma burada kim sağ qalır? Bu işi professional şəkildə görən insanlar. Professional şəkildə görmək üçün də nə etmək lazımdır? Birinci növbədə işi öyrənmək lazımdır. Zaten sən işi öyrənəndən sonra, bax, doğru, düzgün şəkildə işi öyrənəndən sonra pul özü avtomatik gəlir. Razısan bu mənim fikrimdən? Yəni tək trading sahəsindən söhbət getmir. Başqa sahələr də, milyon dənə peşələr var dünyada. İstənilən bir peşəni sən gücü versən ki, mən sırf bu birinci növbədə işi öyrənmək istəyirəm. Sən işi düzgün öyrənəndən sonra yenə deyirəm, pul zaten özü gəlir. Amma yox, mən ancaq pul qazanmaq istəyirəm, mənim fikrim ancaq pul. Yenə deyirəm, istənilən sahədə sən uğursuz olacaqsan, %90% ehtimal. Ona görə birinci işi öyrənmək lazımdır. Yəni trading sahəsində bugünkü gündə nə etmək lazımdır? Bax, bu təlimi keçəndən sonra çoxlu data çıxartmaq, praktika eləmək.
Yəni birinci növbədə sən düz deyirsən. Əlbəttə birdən-birə təlimi qurtardım, pul qoyum, part qazanım. Mən burada kiməsə sehrli çubuq vermirəm ki, Zamin, düzdür? Və yaxud da sehrli bir indikator vermişəm ki, gəl, indikatoru götür, bu botdur, bu sənə long deyəndə long deyərsən, short deyərsə short deyərsən. Mən elə bir şey göstərmişəm sizə? Yox. Mən sizə burada nə göstərmişəm? Mən sizə burada bir sənət göstərmişəm. Və bu işi necə uygulamaq lazımdır, onları göstərmişəm. Düzdür. Ümumiyyətlə, bax, bəzi insanlarımız var ki, sırf mənim təlimlərimə hələ də tərəddüdlə yanaşırlar, şübhə ilə yanaşırlar ki, burada görəsən nəsə bir iş ola bilər və yaxud da qoşularam bir uğursuz olaram, yəni təlim mənasız olar, boş olar. Yəni bu haqda nə düşünürsən? Həmin insanlara nə demək istəyərdin, amma tam şəffaf şəkildə. Mənə görə şəxsən öz düşüncəmi deyirəm. Yəni o aldığın əziyyətin qarşılığında istənilən bir sahədə belə deyək, vəsait almalısan da. Müəllimdir, adicə bu dəqiqə günümüzdə. Mənim qardaşım da müəllimdir. O da bir belə deyək, məktəbdən kənarda nəsə bir hazırlıq əsasında o da əziyyətin qarşılığında bir məbləğ alır da, vəsait alır. Yəni öyrətdiyin işin qarşılığında o vəsait, yəni günümüzdə bu gün görürük də, treyderlər görürük ki, bir şey adi bir şey öyrədir, nə qədər məbləğ deyir. Yəni çox münasib qiymətdir və ən azından o bəzi düşüncələr var. Mən də əvvəl məsələn o düşüncədəyim, səmimi deyirəm. Amma sonradan artıq gördüm ki, əslində çox şeylər öyrənmiş oldum. Yəni ən azından nəsə itirməyəcəklər də, yəni çox şey öyrənmiş olacaqlar. Bu sektorda düzgün istiqamət ən azından alacaqlar. Yəni o kanallarda falan, o YouTube-da, o TikTok-da, orada burada o trade ilə bağlı bəzi şeylər görürük, illüziyada alırlar insanı. Ən azından artıq ayılacaq ki, o insan. Yəni əslində elə deyil də, yəni tam başqa cürdür. Mənzərə yəni başqa cürdür, belə deyil. Qaldı ki, o stratejiya falan yenə deyirəm. Bayaq sözüm üstündəyəm, yəni bu məsələdə yalan nəyə danışaq ki, mən günü sabah, yəni bu gün təlimi bitirdim, günü sabahdan mən dala günə pul basacam, pul qazacam, belə bir şey olmayacaq yəni. Belə bir şey yox. Kim ki, mənim çevrəmdə ətrafımdan da, kim ki, məsəl üçün bir işə elə-belə 3-5 dəqiqədən 1 saat, 10 gün vaxt ayırıb, hətta pul qoyubsa, bil ki, o insan sonunda yəni itirməyə məhkum olur, 100%. Yəni mən də bu gün bilirəm ki, gətirib bura 1000 dollar nə qədər pul qoysam. Çünki mən hələ tam o sizin verdiyiniz alətləri, yəni özümdən bilirəm də tam bərkitməmişəm. Yəni o deyil ki, mən 1000 dollar balansla başlayıb, bu balansı qaldıracam, 1000, 2000, 3000 edəcəm, yox. Yəni özüm üçün deyirəm, praktik edəcəm, amma çox şeylər öyrəndim də bu trade ilə bağlı həqiqətən. Yəni ən azından bunu deyə bilərəm ki, gələn insan nəsə itirməyəcək və yaxud da ki, nəsə fikirləşməyəcək, ayda görən nətər olacaq. Yəni 100% arxayın olsun ki, yəni çox şeylər əldə etmiş olacaq. Bax, sən bundan əvvəl IC ilə trade eləmirsən, düzdürmü? Price action'la da, digər qrafik strategiyalarla. Təbii ki, bugünkü gündə bizim elə bir məqsədimiz yoxdur ki, durub hər hansı bir strategiyanı pisləyək, yəni bizdə elə bir şey yoxdur. Hər bir strategiya qazandırır, düzdür? Hər bir strategiya işləyir, işləmin adi belə harmonik qrafiklərlə belə, o head and shoulders'da omuz başı, omuzla, fincan, onlarla belə trade edən, adi belə dəstək dirənclə belə trade edən insanlar var. Və sən, yenə deyirəm, bir neçə onların dediyinə görə, yəni əsas da bugünkü gündə qlobalda ən məşhur strategiyalardan biri IC-dir, düzdürmü? Yəni sən IC-nin içindən gəlmirsən, SMT-nin, Smart Money texnikinin, SMC, Smart Money konseptlərinin içindən gəlmirsən. Yəni onlarla müqayisədə necə müqayisə eləyərdin, bax, mənim sənə öyrətdiyim strategiyanı? Onlarla müqayisədə, yəni bu strategiyanın belə deyək, üstünlüyü çoxdur da. Mən dediyim kimi, əgər yaxşı olsaydı, elə orada qalıb qazanardım da. Mən fərqli bir şey axtarırdım həqiqətən. Yəni belə deyək də, bazarda bu dəqiqə günümüzdə bir istəyir kripto bazarı olsun və yaxud da ki, istəyir forex və yaxud da ki, belə deyək də, digər alətlər olsun, qızıl, gümüş və yaxud da ki, neft. Yəni hər bir bazarda o ümumi psixologiyanı, belə deyək, idarə etdiyi strategiyanı görürlər, bilirlər və bazar çox vaxt onun əksinə hərəkət edir. Yəni məsəl üçün deyirik, bloklarda order blok, PVC, digər məsələlər. Artıq bazar belə deyək, onun algoritminə uyğun hərəkət etmir də, belə deyək. Amma burada, yəni çox belə deyək də, məlumat şey eləmək istəmirəm demək, amma burada yəni başqa cürdür. Spoiler verməkdən belə bildiyin. Spoiler vermək istəmirəm, burada başqa cürdür də, yəni o çox traderlar var da, belə deyək, yəni baxarsan, deyirəm, yəni qatar gedirsə və axın varsa, axının əksinə heç vaxt çıxma da. Sən kimsən ki, bazarda kiçik bir nöqtəsən də, belə deyək. Sən kimsən ki, axının əksinə çıxasan ki, mən buradan bazarı döndərəcəm deyə bir şey yoxdur. Bazar axın hara gedir, axına qoşun get də, belə deyək. Ona görə də mənim məsləhətim olar ki, yəni gəlmək istəyirsən, insan gəlsin bu strategiyanı alsın, öyrənsin, həqiqi çox şey qazanacaq, yəni itirəcəyi bir şey olmayacaq. Bundan 100% arxayın olsunlar.
Bu sənin də ən çox ilk başda verdiyin bir məsələni istəyirəm danışaq səndən. Bu order flow deyirlər ha. Səncə nədir bu order flow? Order flow elə mən dediyim üsulda, yəni axın varsa axına qoşul get, axının nəşsinə çıxma. Order flow qiymət axışıdır. Yəni əmrlərin axışıdır, nəsə belə bir ingiliscə mənim çox zəifdir. Yəni qiymət hara gedirsə, o qiymətə qoşub getmək əslində mənim bilgimə görə order flowdur. Yəni düzdür, o bəzi indikatorlar var, order flowla məşğul olan insanlar. O biraz yəni mən istədim deyə siz onu biraz öyrətdiniz də, mən dediniz. Yəni order flowçular ən çox onunla məşğul olur. Yəni əslində Adı gördüm çəkə bilərik. Niyə ki, məsəl üçün Quantover proqramı idi. Orada nə idi? Depth of market idi. Onları göstərdim sənə. Footprint idi. Delta, max delta, min delta. Onları rengini, bəli. Sonra orada volume profile var idi. CVD var idi. Cumulative volume delta. Mən onları da sonradan söz verdiyim kimi göstərdim. Halbuki mən onları tədris eləmirəm. Bax, yəni bugünkü gündə çox insan var ki, deyir ki, bir dənə onu öyrənim, bir dənə onu öyrənim də. Yəni səncə mənim sizə öyrətdiyim strategiyadan sonra ona da mütləq ehtiyac var? Yəni onsuz da olar da mənim strategiyamdan əlbəttə ki, onsuz da olur. Trade sayəsində zaten dədədən babadan əvvəldən, yəni bu sahəyə gələndə ilk eşitdiyim, yəni o trade eşitdiyim bir şey var ki, nə qədər sadə olsa, o qədər daha gözəldir. Yəni o qəliz, nə bilim, indikatorlar, hesabat, nə bilim, nə bu qədər nə qədər çox olsa, bir o qədər daha insanın başı qarışır, yəni belə də beyin bulanır. Bilmirsən burada long deyim yoxsa short deyim. Amma sadə olsa bir o qədər daha gözəl olur. Yəni zaten onsuz da bəli, sənin sözünə qüvvət, istənilən bir sistem əgər mənim fikrimcə, bu mənim öz düşüncəmdir. İşləyən bir sistemdirsə, məncə o mürəkkəb olmalı deyil. Yəni çox insanlarımız var da, sən də mənimlə razılaşarsan ki, açıq danışsaq, sən də ilk başlarda o düşüncədə idin də. Düşünürlər ki, sistem nə qədər mürəkkəb olsa, nə qədər daha çox indikator olsa, nə qədər çox qrafiklər açsam, buradan volume profile baxım, oradan ona baxım, buradan ona baxım, buradan Fibonacci'yə baxım. Yəni belə yükləsələr onların win rate daha çox yüksək olacaq və daha çox pul qazanacaqlar. Bəzi traderlər var, qabağında 10 dənə monitor olur. O cür düşünmüşdüm mən gəndə ki, 10 dənə birində falan şey baxacağam, birində bəhmən şey baxacağam. Yəni ona ehtiyac yoxdur əslində. Yəni qrafik bizim gözümüzün qabağındadır, düzdürmü Zamin? Hər şey bizim, qrafik bizi hər şeyi göstərir. Qalxacaqsa sənə onu gözümüzə belə bir sımasını soxa-soxa göstərir ki, mən yuxarı qalxıram və yaxud da düşürsə, deyir ki, mən düşüşə keçirəm. Yəni bunu biz görürük də sadəcə qrafikə baxmaqla. Düzdürmü? Yəni biz market qalxırsa, biz oradan necə deyim, sol tərəfə baxım, oradan nəsə çəkim, qutu çəkim, ora baxım, oradan short deyim, düşünmürük də, düzdür? Biz qalxırsa anlıq olaraq biz də qalxmağa çalışırıq, longlamağa çalışırıq. Mən hər zaman, indi sən də uzun müddətdə izləyirsən bizim Telegram kanalımızı. Yəni mən nə deyirəm? Deyirəm market qalxırsa əgər, mən orada short fikirləşmirəm. Mən orada yalnız long yönlü əməliyyatlar axtarıram. Düzdürmü? Ya və yaxud da market düşməyə qərar verdirsə, başlayırlar aşağıda, orada məsəl üçün deyirəm, yenə mən heç bir strategiyanı pisləmirəm. Yəni bu mədəniyyətsizlik olardı. Çünki elə bir strategiyalar var ki, həmin traderlər o strategiyaların işləyib bugünkü pul qazanırlar. Yəni onların əməyinə biz hörmətsizlik eləmək olarıq. Amma hər bir halda mən məsəl üçün bizdə orada aşağıda order blok var, change of karakter verdi, MSB verdi, order blokdan mütləq limit atıb longlamalıyam məsələn. Yəni belə bir şey yoxdur da bizdə. Biz baxırıq qrafikə, düzdürmü? Market bizə nə göstərirsə, biz onu trade edirik. Biz longladığımız anda bir də baxarıq ki, market çönüb artıq biz shortlayırıq. Düzdürmü? Düzdür. Yəni belə. Əlavə olaraq sən başqa olaraq belə deyək, bu təlim haqqında nələr deyə bilərsən? Yəni sənin dönüş nöqtən nə oldu? Bax, keçdiyimiz strategiyalardan ən çox sənə ləzzət eləyən nə oldu? Yəni burada dediyin ki, məsəl üçün hansı bir an oldu ki, sən orada dedin ki, ayda mən necə öz mənasız şeylərlə belə deyək, vaxtımı itirmişəm. Yəni strategiyanın adını çəkə bilərsən, belə problem yoxdur. Zaten onsuz da məndə orada şəklin üzərində var hansı dərsi necə tədris edirəm. Dərslərin adları var. Yəni, açıq deyim, strategiyalarımız içində ən mənə xoş gələni istiqaməti oldu. Yəni, ən azından istiqaməti, birinci zaten istiqamətə baxmalıyıq da, yəni o heç. Yəni, güc axtarmamışdan qaba istiqamətə baxmalıyıq. İstiqamətə baxıb ən azından sən trendini müəyyən edirsən ki, bazar hara gedir.
Yəni sənin yaxşı sözün var. İstir cəhənnəmin dibinə getsin qiymət, o bizi maraqlandırmır. Bunun üçün bəzi insanlar var, narahat ki, ay görən Bitcoin 50 minə düşsə nə olar? İstəyirsən o Bitcoin gəlsin 1000 dollara düşsün, o yüzden artıq bizi maraqlandırmır. Düşürsə deməli shortlayacağıq. Düşürsə Yəni demək, onu ay short artırmaq lazımdır. Amma bizimkilər indi özün də görürsən də, deyir ki, məsəl üçün, filan yerdə bir nə bilim 50 neçə mində dəstək var. Ora biz nə bilə bilərik ki, o dəstəyi saxlayacaq və yaxud da saxlamayacaq. Yəni market dönəndən sonra bunlar deyirlər ki, hə, deyir, saxladı. Amma biz o dönənə qədər biz də onunla birlikdə dönürük. Bu fikrimlə razısan Zamin? əlbəttə ki, lazım. Yəni o dönürsə, deyirlər məsəl üçün filan nöqtəyə gəlsin oradan longlayacam və yaxud da filan nöqtəyə gəlsin oradan long shortlayacam. Elə həmin nöqtəyə qədər biz də marketlə getməyə çalışarıq da. Yəni oradakı o qədər pul niyə itirək ki, onu qazanaq da biz. Hətta düşəcək. Oraya qədər gözdəki filan yerdən qayıdır. Sənin o gözlədiyin nöqtədən market long gedə bilər. Ehtimaldır. Amma o gözlədiyin nöqtəyə qədər mən shortlayaram da. Düzdür. Yəni tam açıq danışaq. Mən bugünkü gündə sizə təlimdə, master təlimdə onu göstərirəm. Fərqli bir şey göstərmirəm ki. Təbii ki, marketin hər yerini də trade eləyə bilmərsən. Elə yerlər var ki, görürsən biz də oturub gözləyirik. Yəni bu ticarətdir. Ticarətdə sən hər saniyə, hər an ticari alver eləyə bilmərsən ki. Adicə o misal çəkmişdim ha, real həyatımızdakı ticarətçilər. Məsəl üçün biri maşın satır. Aylarla, bəlkə həftələrlə çıxardır o maşın bazarına ki, ta alıcı olana qədər. Amma alıcı yoxdur deyənə götürür ki, məsələn, pulsuz vermir ki o maşını. Gözləyir də, yəni ticarətin qızıl qanunlarından biri də budur ki, gözləmək lazımdır. Trade olunmamalı yerdə, gözləməli yerdə sən oturub gözləməlisən. Hətta özün də çox yaxşı artıq başa düşürsən ki, oturub gözləməyin özü də bir strategiyadır. Əlbəttə ki. Bir var overtrade eləyəsən, harada gəl əməliyyat balansı, kassavı əridəsən, azalasan. Bir də var ki, ən birinci kassavı qoruyursan, sonra düzgün situasiya tapırsan. Yəni burada artıq bilirsən ki, hə, shortdursa deməli short basmasan. Yoxsa siz demişkən, harada gəldi əməliyyat açma düzgün yanaşma deyil. Bəs sənə bir dənə də sual verim. Bu səncə, bax sənin fikrincə, mənim sənə öyrətdiyim bu strategiya ilə maksimum neçə faizə qədər qaldırmaq olar win rate-i? Təbii ki, 100%'lik bir şey yoxdur. Zaten real həyatımızda da 100%'lik bir şey yoxdur Zamin. Real həyatımızda nə var? Yəni acıq danışacağam. Estağfurullah. Acı danışacağam. Bir dənə ölümdür ki, bunu hamımız bilir ki, 100% bir gün dünyamızı dəyişəcək. Allah hamıya can sağlığı versin. Amma bu həyatın acı reallığıdır da. Bu 100%'dir. Qalan nə 100% var ki? Yəni yenə deyirəm, yəni mən reallığı danışmağı xoşlayanam. Yəni acı danışacağam da. Kim nə bilə bilər ki, 2 dəqiqədən sonra bizim nəfəsimiz gələcək, yoxsa gedəcək. Hər şeyin Allahın əlindədir. Olmadı belə, oldu belə də. Yəni kim deyə bilər ki, 100% mən sabah sağ çıxacağam. Həmişə deyir ki, Allah kərimdir. Amma yəni işimizi də şansa buraxmırıq da. Yəni onun üçün sənə sual vermək istəyirəm ki, yəni səncə yaxşı bir sözün var, sən deyirsən ki, ya onu bir 100% bilir ki, 100%'lik heç nə yoxdur. Onu 100% bilirik. Hə, 100%'lik bir şey odur ki, heç nə 100%'lik deyil. Düzdür. Bəs səncə, bax, bizim bu strategiya ilə neçə faiz win rate kimi qalxmaq olar? Açığı deyim, valla, mən işimlə əlaqədar özün gördüm də, yəni məsuliyyətsiz tərəflərim çox oldu. Yəni oturub mən datanı tam belə deyil çıxardım, dəqiq baxam ki, hər yer yoxlayam. Elə bir şey eləyə bilmədim açıq, amma alətləri tam vermişsiniz də bizə. Amma yəni baxmam ki, yəni fakt strategiya işləyir də normal, amma dəqiq faiz deməyi, yəni siz özünüz çıxartmışsınız məsələn datanı, özünüz bizə demişsiniz ki, əgər düzgün qaydada, yəni istəyir istiqaməti düzgün təyin etdiyi və yaxud girdi gücü düzgün təyin etdiysə normaldır, yəni öyrətdiyiniz qaydada. Artıq çox vermirəm də məlumat ki, necədir. 90%'e qədər yəni belə deyil, win rate verə bilir. 90%'e qədər. Çox qəşəng söhbət elədin. Bax, sənin indi işlə əlaqədar çox vaxtın olmur da, yəni işləməyə, trading sahəsində, data satmağa. Bax, gün ərzində məsələn 1 saat öz üzərində işləyən insanla gün ərzində 5 saat öz üzərində işləyən insanın nəticəsi eyni ola bilməz ki, Zamin, düzdür? Amma o bir insan gün ərzində indi müəyyən həyatımız var da, bizdə reallıqlı danışaq da, indi hamımızın problemləri var, o var, bu var. Amma 1 saat biz az vaxt ayırıq məcburiyyətdən. Amma buna görə də biz özümüzü öldürməli deyilik ki.
Kiməsə filan kəs 5 saat vaxt ayırdı, mən qaldım qıraqda, qatar getdi. Qardaş, mənim gün ərzində 1 saat vaxtım var, mən 1 saat ayıra bilirəm. Mən özümü öldürməli deyiləm ki. Düzdür, Zaten düzdür. mən həmişə deyirəm, biz həyatımızı tradingə uyğunlaşdırmalı deyilik. Tradingə öz həyatımıza uyğunlaşdırmalıyıq. Düzdür. Yəni, bəzi dostlarımız var, gəlib sual verirlər ki, bu strategiyanı mən nə qədər vaxt öyrənərəm? Sən həmin dostlarımıza nə cavab vermək istəyərdin? Dediyimiz kimi də o bizim işimizdən asılı. Biz trade işimizə uyğunlaşdırırıqsa əgər bu gün ərzində 1 saat vaxt ayıracaqsa, məsəl üçün deyirəm, mən necə ayırdığım kimi. Siz məsələn 1 aylıq ola bilər təlimi keçdiniz, bitirdiniz bizə. Amma o təlim keçməklə yanaşı sən bunu dediyimiz kimi yəni praktik et. Necə ki müəllim məktəbdə dərs keçir, sonra evə tapşırıq verir, gəl bu tapşırıqları elə. Kimsə o tapşırıqda gün ərzində demişəm 5 saat ayırıb çoxluca data çıxardacaq, atacaq, göstərəcək. Kimsə məsəl üçün heç demək olar ki, vaxt ayırmayacaq. Yəni o məsəl üçün bəlkə də 6-7 ay ondan sonra belə də yavaş da az vaxt ayırır məşğul olsa, bəlkə hə bu real balansını işləyə bilər. Amma kimisi daha çox vaxt ayırsa, təlimi bitirdi, uzaqbaşı 1 ayda məşğul oldu, artıq real balansa keçə bilər. Yəni o insandan insana asılı və yaxud da götürmə qabiliyyətindən çox şey asılıdır. Əlbəttə götürmə insan faktorundan çox şey asılıdır. Biz 2 nəfər keçdikdə təlimi belə də özünüz gördünüz də, yəni məsələn fərq olur. Yəni insan var ki, daha tez götürür, insan da var ki, biraz gec götürür. Təbii ki, Yəni burada psixoloji amillər var, həyat yaşam tərzi var, zehin düşüncə tərzi var, yaş söhbəti var. Bunlar hamısı təsir edir birbaşa olaraq. Yəni sən nə qədər öz üzərində çalışsan, bir o qədər daha çox uğura yaxınlaşarsan. Az çalışsan, indi vaxtla əlaqəli vaxtım yoxdur. Uğura gəlib çatacaqsan, bir də sadəcə gec gəlib çatacaqsan. Sonda Zamin, çox vaxtını almayaq sənin də. Bax, bu təlimi keçmək istəyənlərə, bax, bu təlimə tərəddüdü olan dostlarımıza nə demək istəyərdin? Yəni, tam Allahla şəffaf şəkildə amma. Nədirsə onu dinə. Təlim keçmək insanlar bayaq dediyim kimi də, yəni ən azından fikirləşməsinlər ki, mən burada nəsə pul ayıracam, nəsə itirəcəm. Yəni çox şey öyrənmiş olacaqlar. Yəni mənim bir dostum var, yaxşı bir sözü var. Deyir, həyatda heç vaxt mən uduzmuram. Ya qazanıram, ya da ki təcrübə qazanıram. Yəni ən azından fikirləşməsin ki, mən məsəl üçün günü bu gün ola bilər təlim keçmişəm, hə, bu dəqiqə məsələn düyməni basıb pul qazanmıram, o demək deyil ki, mən pis olmalıyam. Ən azından mən trade ilə bağlı düzgün bir istiqamət tapdım özümə. Onun üçün fikirləşirəm, mən yenə də qazancılı çıxdım da bu işdə. Yəni hələ ki, yəni belə də qazanmam. Bəlkə də 1 aydan, 2 aydan sonra artıq özümü hazır hiss edib real balansdan başlayacağam. Amma ən azından belə bir trade ilə bağlı artıq mən həqiqəti öyrənmiş oldum da belə deyil. Bir və bir məsələyə qıraqdan ancaq baxarsan, bilməyəsən də söhbət içəridə nələr gedir, nələr baş verir. Yəni sənə videolar göstərirlər ki, belə də elədi, amma bilmirsən. Bir də var ki, mən artıq o mənzərəni özüm şahid oldum, gördüm ki, bazarda nə proseslər gedir. Bazarın yönü nədir və digər məsələ. Sən konkret olaraq reallığı gördün, amma bundan qabaq sən gördüyün nə idi? TikTokda, Instagramda mənimlə bununla bağlı videom da var ha. Oturur Dubayda vertolyotun başına knopkaya bassın, əməliyyatlar, pullar gəldi. Yəni özün də burada bu təlimdə nöqtəsinə vergülünə qədər tam əmin oldun ki, elə bir həyat 0,1% ehtimaldır, düzdürmü? Yəni reallıqla danışaq da. Düzdür. Trading sahəsində biz bugünkü gündə ona görə görmürük ki, biz milyoner, milyonçu olaq. Tamam, sən investisiya eləyərsən, bir coin alarsan, bir səhm alarsan, partladar səhmin, sən milyonçu ola bilərsən. Amma reallığı danışaq da, qardaş, bugünkü gündə. Trading sahəsində biz bugünkü gündə çörək pulumuzu qazanırıq. Bu bir peşədir. Razısanmı mənimlə? Çox insan bunu başa düşmür. Trading sahəsi bir peşədir. Necə ki, biri dərzidir, biri bərbərdir, biri nə bilim kompüter ustasıdır, biri həkimdir. Bunlar bu sahələrə gələndə düşünmürlər ki, biz milyonçu, milyarder oluruq. Hamısı düşünür ki, qardaş, normal qazancım çıxsın, qalanı da Allah kərimdir. Düzdür. Heç nə Zamin, çox sağ ol. Sən də vaxtını ayırdın, təşəkkür edirəm sənə. Sən də sağ ol, qardaş, var ol. Haqqını halal elə. Həqiqətən çox mükəmməl. Mən razı qaldım şəxsən öz adıma deyirəm. Allah səndən də razı olsun. Təbii ki, yenə də deyirəm, amma çalışmaq lazımdır. Çalışmaq lazımdır. Bax, təlimdə dediyim kimi burada da deyirəm, təlimimiz bitib, amma yenə də orada Discordda sual-cavab kanalımız aktivdir hər zaman. Stop kanalımız da həmçinin gələcəkdə olar, nəsə bir sualın olar. Yəni təlimi bitirmisən də hətta.
yenə də ora sualı verib, yenə cavabı ala bilərsən. Yəni tək sən yox, bütün mənim təlimimi bitirən dostlarımıza aiddir bu. Yəni, təlimdə iştirak elədi, mən qurtardım, elə bir şey yoxdur da. Zaten təlimi bitirən insanlar bizim Discord kanalımızda qalır. Bizim orada belə deyək, komandamız var, düzdürmü? Düzdür, Yəni orada düzdür qıraq da. adam yoxdur. Sabah sən məsələn sən özün bitirmisən, nəsə bir sualın oldu, verəcəksən, cavabı alacaqsan. Ki indiyənə qədər də nə sual vermisən, cavabı da almısan. Bəlkə elə olmayıb. Nəinki sənə, elə digər tələbələr də orada Discordda hər şey göz qabağındadır. Düzdür qardaş, düzdür. Doğru. Oldu. Çox sağ ol Zamin, vaxtını ayırdın. Təşəkkür edirəm sənə. Mən də təşəkkürümü bildirirəm. Allah Növbəti olasın. trade həyatında da sənə uğurlar arzu edirəm. Var ol yenə. Çox sağ ol. Allah razı olsun. Allah olasın.